Salam əziz dinləyicilər, əziz abituriyentlər. Hər il qəbul imtahanına düşən 100% mövzulardan biri də məhz ABŞ mövzusudur. Demək olar ki, bu mövzu ilə bağlı indiyə kimi hətta 2 dəfə situasiya belə düşmüşdür. Bir situasiya 1-ci Dünya müharibəsindən sonrakı dövrə aid idi. Bir digər situasiya isə 2-ci Dünya müharibəsindən sonrakı dövrə aid idi. Mən düşünürəm ki, ABŞ-ın yaranması 20-ci əsrə qədər olan dövrlərdə situasiya düşə bilər və yaxud da ki, qapalı və açıq sual kimi də sizə təqdim edilə bilər. Bu mövzunu gördüyünüz hansı ki, hardasa bir 10-15 səhifədir. Mən bunu cəmi 2 səhifəyə çevirmişəm. Bu PDF-i bizdən əldə etmək istəyirsinizsə, Instagram səhifəmizi mütləq şəkildə izləyərsiniz. Və həmin Instagram səhifəsində PDF-i paylaşacağıq. İndi gəlin bu 2 səhifəlik sadə izahı sizlə bölüşüm. İlk öncə bizə lazım olası isə 1607-ci ildə ilk İngilis koloniyası yaradılmışdı. İlk İngilis koloniyasını Stuartlar sülaləsi yaratmışdı 1607. Amma belə bir sual da düşə bilərsə, Şimali Amerikaya səfərlər təşkil edilməsi. Bu Şimali Amerika səfərlər təşkil edilməsi Tudorların dövründədir, yəni Yezavetan dövründə səfərlər təşkil edilmişdir. Digər önəmli məqamlardan biri 1765-ci ildəki möhür qanunudur. Həmin möhür qanununda deyilirdi ki, hər bir qəzet, jurnal, sənədlər üzərinə ingilislər tərəfindən möhür vurulurdu. Həmin möhür üçün həmin kolonistlər mütləq şəkildə vergi ödəməli idilər. Lakin bu koloniyada çox böyük bir narazılığa səbəb oldu. Bir müddətdən sonra bu möhür qanunu ləğv edildi. Yenə də deyirəm, mən sizə dərsin izahı yox, əsas məqamları qeyd edirəm və yaxud da əsas məqamları öyrətməyə çalışıram. İndi gələk 1773-cü ilə. 1773-cü ildə vacib olan məsələlərdən biri də Boston çay qonaqlığıdır. Hansı ki, Hind şirkəti çayı ucuz qiymətə satmaq üçün Boston limanına gətirir. Və orada da fəal, hindu geyimində olan fəallar həmin çay yeşiklərini körfəz sularına atırlar. Və bu da tarixə Boston çay qonaqlığı kimi yadda qalır. Dördüncü vacib olan məqam istiqlaliyyət müharibəsidir. Unutmayın ki, 2 dəfə istiqlaliyyət müharibəsi baş vermişdir. Amerikada 1-ci istiqlaliyyət müharibəsi 1775-1783-cü ili əhatə edir. 2-ci istiqlaliyyət müharibəsi 1812-ci ildə başlayıb, 1814-cü ildə başa çatmışdır. Hər iki istiqlaliyyət müharibəsinin yekununda Amerika qalib gəlmişdir. Gəlin, qaydaq 1-ci istiqlaliyyət müharibəsinə. 1-ci istiqlaliyyət müharibəsində müharibənin səbəbi nədir, onu bilmək lazımdır. Müharibənin səbəbi odur ki, İngilislərin feodal qaydalarını tətbiq etməyə çalışması və müstəmləkə və xammal kimi koloniyalara baxmasıdır. Bunu biz öz tariximizlə də yadda saxlaya bilərik, çünki öz başımıza da gəlib. Biz də Çar Rusiyası tərkibində olanda Çar Rusiyası bizə öz müstəmləkə və xammal mənbəyi kimi baxırdı. Bu əla. İndi bizə lazımdır ki, 1775-1783-cü illərdə hansı döyüşlər olmuşdu? Unutmayın ki, 2 əsas döyüş var burada. Saratoga və Yorktown döyüşüdür. Biri Saratoga 1777-ci ildə baş vermişdir. Yorktown döyüşü isə 1781-ci ildə baş verib. Hər ikisində Amerika qoşunları qalib gəlmişdir. Və Amerikanın müttəfiqləri də var idi. Amerikanın ilk müttəfiqi Fransa olmuşdu. Benjamin Franklin Avropaya getmişdi ki, özlərinə müttəfiq tapsın. Fransa Amerikanın müttəfiqi idi, çünki İngilisdən çox yanıqlı idi və onun müttəfiqinə çevrilir və onun müttəfiqi ilə yanaşı unutmayın ki, Fransa birinci müttəfiq olur, ardınca İspaniya və Hollandiya da Amerikanı dəstəkləyəcəkdir. Hətta birinci istiqlaliyyət müharibəsində ABŞ-ın qalib gəlməsinin əsas səbəblərindən biri Fransanın köməyidir. Amma gələcəkdə Fransa buna görə bir başqa səbəbə görə Amerikada incik qalacaq. Deyəcək ki, mən sənə istiqlaliyyət müharibəsində kömək etdim, amma sən mənə baş verən inqilabların yatırılmasına kömək etmədin. Amma bunların arası sonradan düzəlir, necə düzəlir, davamında danışacağım. Deməli, 75-83-cü ildə 2 döyüş oldu, Saratoga və Yorktown döyüşü. Hər ikisində qalib gələn Amerika qoşunlarıdır. Və 83-cü ildə hansı müqavilə ilə nəticələnmişdir? Baxın, bir də 100 illik istiqlaliyyət müharibəsinin gedişində 1776-cı ildə Thomas Jeffersonun müəllifi olduğu istiqlaliyyət bəyannaməsinin qəbul edilməsi ilə Amerika Birləşmiş Ştatları yaradıldı. Koloniya Amerikanın tərkibində birləşdi. Amerikanın istiqlaliyyəti bəyan edildi. Hakimiyyətin mənbəyi xalq hesab edildi. Buna da diqqətli olaq.
Deməli 1777 Saratoqan dedim, yox Danu dedim, birinci istiqlaliyyət müharibəsində 83-cü ildə Versal müqaviləsi imzalanır. Versalın şərtini mütləq bilməlisiniz. Yeri gəlmişkən bir dənə də Versal var və yaxud da Versal müqavilələri rəydə yazarsınız bu hansı müqavilələrdir. İngiltərə, Versal müqaviləsinə görə İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı. Baxın, ABC-ın qalib gəldiyi elə buradan bilinir. Allegan dağlarından Mississippi çayına qədər olan ərazilər ABŞ-ın sərhədlərinə daxil edildi. Və yadda saxlayın ki, burada bir məqamı qeyd etməmişik. PDF-də qeyd edəcəyik. Kanada İngiltərənin müstəmləkəsi olaraq qalırdı. Digər vacib məqam yazırıq. ABŞ-ın ilk konstitusiyası 1787-ci ildə qəbul olunmuşdur. 87-ci ildə hakimiyyət 3 qala bölünür. Qanunverici, icra edici və məhkəmə. Qanunverici hakimiyyətdə bir yuxarı palata var, bir aşağı palata. Yuxarı palata konqresdə, aşağı palata nümayəndələr palatası idi. İcra edən prezidentdir, 4 ildən bir seçir. Xarici məsələlərə nəzarət edir. O cümlədən hər hansı bir qanuna veto qoymaq hüququ var. Ali məmurları vəzifəyə təyin edir. Məhkəməni də, məhkəmə deyirik ki, senatın təsdiqi ilə, deməli, hakimlər senatın təsdiqi ilə prezident tərəfindən seçilirdi və hansı ki, həmin hakimlər də qanunların konstitusiyaya uyğunluğuna nəzarət edirdilər. Və 1789-cu ildə prezident seçilir. İlkləri unutmayın, ilk prezident George Washington seçiləcək və George Washingtonu unutmursunuz və keçirik digər məsələyə. Thomas Jefferson hakimiyyəti dövrü 1801-1809 elə buradan bilinir ki, 2 dəfə prezident seçilmişdir. Onun dövründə gördüyü tədbirlər, dövləti möhkəmləndirmək üçün gördüyü tədbirlər, seçkilərdə iştirak etmək üçün əmlak senzini ləğv edilir, borçlular və məhbuslar üçün humanist qərarlar qəbul edildi, ölkə qul gətirilməsi qadağan olundu. Bəs xarici məsələdə hansı məsələyə baxmalıyıq? Bax, mən demişdim, bayaqların Fransa dedim, Amerikadan incik idi, yəni küsmüşdü. Və həmin o inciklik nə vaxt bərpa olunur? Baxın, bu 1803-cü ildə. 1803-cü ildə Louisiana ərazisi Fransadan satın alaraq ABŞ-a birləşdirmişdi Thomas Jefferson. Bu da onun ən böyük uğuru hesab edilirdi. İndi bir də haranı satın almışdı ABŞ? Bir də Alyaskanı satın almışdı Rusiyadan. Hansı ki, Rusiya narahat idi ki, İngiltərə Kanada vasitəsilə Alyaskadan keçib Rusiya hücum edə bilər. Çünki həmin vaxtda Rusiya və İngiltərə uzaq şərq ərazisi uğrunda mübarizə gedirdi. Və buna görə də düşünürdü ki, Kanada vasitəsilə Alyaskadan keçib hücum edə bilər və 1867-də 2. Aleksandr Alyaskanı 7,2 milyona ABŞ-a satır. Davam edirik. 1812-14-cü illərdə istiqlaliyyət müharibəsi baş verir. Nəticədə yenə ABŞ qalib gəlir. 2 istiqlaliyyət müharibəsi baş verir. İkisində də ABŞ qalibdir. Hansı müqavilə imzalandı deyəndə deyirik ki, Gent müqaviləsi imzalanmışdır. Gent müqaviləsinin şərtinə görə artıq ABŞ Kanadaya olan iddiasından əl çəkdi. Britaniya ABŞ-a öz müstəmləkəsi kimi baxmaq iddiasından əl çəkir. Monroe doktrinası bu il sizə düşə bilər. Çünki Monroe doktrinası yeni əlavə olan məlumatlardan biri hesab edilir. Bununla bağlı heç vaxt sual gəlməyib. 1823-cü ildə irəli sürülmüşdür. 1821-də yadda saxlaya bilərsiniz ki, Qacarlar və Osmanlılar əməkdaşlıq etməyə başladığı ildir. Monroe doktrinasına görə dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi elan edilmişdir və onlar bir-birlərinin daxili işlərinə qarışmamalıydılar. Bir də Monroe doktrinasında deyilirdi ki, Avropa dövlətlərinin Latın Amerikasında öz ağalığını bərpa etməsinə qarşı yönəlmişdir. Latın Amerikası ölkələrində öz deməli hakimiyyətini ağalığın bərpa etməyə qarşı yönəlir. 1860-cı ildə hakimiyyətə Abraham Lincoln gəlir. Abraham Lincoln dövrü çox önəmlidir. Çünki vətəndaş müharibəsi var. Vətəndaş müharibəsi 1861-65-ci ili əhatə edir. Müharibə quldarlıq quruluşu burjuaziya arasında gedirdi və bu şimal ştatları və cənub ştatları arasında gedən mübarizə idi. Abraham Lincoln dövründə baş vermişdir və vətəndaş müharibəsinin gedişində 1862-ci ildə homesteadlər haqqında qanun qəbul edilir. Homesteadlər haqqında qanunda deyilirdi ki, hər bir Amerikalı $10 rüsum ödəməklə 65 hektar torpaq sahibi ola bilər. 1862-ci ildə də yenə qanun qəbul etmişdilər, hansı ki, azad olunma haqqında bəyannamə idi. 63 yanvarında ABŞ-da
köləlik ləğv edildi. Nəticədə 1865-ci ildə vətəndaş müharibəsi başa çatdı. Şimal ştatları qalib gəlib, Cənub ştatları isə məğlub olmuşdur. Bunu unutmayın. Amma bir dənə məqamı unutmuşam orada. 1787-ci ildə ilk konstitusiyadır. Konstitusiya əlavə isə 1791-ci ildə hansı ki insanlara söz, mətbuat, vicdan azadlığı verilir. Bir də ki, burada bir məsələ var idi. Bir də bu konstitusiyanın bir də çatışmayan tərəfi qullara aid edilməməsi idi. Qaradərilərə və qullara aid edilməməsi idi buradakı hüquq və azadlıqların. İndi gəlirik 20-ci əsrin əvvəllərində bu olimpiyada sualda ABŞ sənaye istehsalının həcminə görə dünyada birinci yerdə idi. İndi biz ilk yaranan inhisar birliyi olan trestlərdən danışacağıq. İlk trest aiddir John Rockefellerə. 1903-cü ildə dünya iqtisadi böhranı baş verir. Bu iqtisadi böhrandan çıxmaq üçün tədbirlər görən Theodore Roosevelt və Woodrow Wilsondur. İndi burada Theodore Rooseveltin dövründə T-sindən yadda saxla, trestlər əleyhinə qanun qəbul edilmişdir və o trestlərin daha doğrusu iqtisadiyyat dövlət tərəfindən tənzimləməsi istiqamətində ilk addımlar atıb. 1912-ci ildə prezident seçkilərində qalib gələn Woodrow Wilsondur. 1913-cü ildə prezident vəzifəsini icra etməyə başlayır. Onun dövrü yeni demokratiya dövrü adlanacaqdır. Hansı ki, bank sistemi üzərində dövlət nəzarəti qoyuldu, gömrük, bank maliyyə islahatı keçirdi, sənaye inhisarı üzərində dövlət nəzarəti gücləndirildi. Bu qədər.